Azərbaycan Prezidenti İlham Əliyevin baş prokuror vəzifəsinə təyinatla bağlı təqdimatı Milli Məclisə daxil olub. Teleqrafın əldə etdiyi məlumata görə təqdimatda Kamran Bayramoğlu Əliyevin baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif olunur. Təqdimatla Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif edilir. Təqdimat Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə ediləcək. Əlavə edək ki, ölkə konstitusiyasının 133-cü maddəsinə görə baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Kamran Əliyev 2020-ci ildən sözü gedən vəzifədə çalışır. Ona 2021-ci il noyabrın 23-də 1-ci dərəcəli Dövlət Ədliyyə Müşaviri ali xüsusi rütbəsi verilib. Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti sabah başa çatır. Bu məsələ ilə bağlı yaxın günlərdə Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək. Kamran Əliyevin rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir. Qeyd edək ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin baş prokurorudur.